Salam hörmətli həmkarlar, dostlar, bizim əziz tamaşaçılarımız. Hər dəfə kimi Express Pay xəttədir və Express Pay maarifləndirməyə davam edir. Bu gün sizinlə birlikdə müzakirə sığorta haqqında eləyəcəyik. Sığorta məhsullar barəsində, sığorta hadisələr barəsində, sığorta ümumiyyətlə yanaşmalardan barəsində və bu gün qonağımız Mega Sığorta şirkətinin ictimaiyyətlə əlaqəli şöbəsinin rəhbəri Emil Ağarovdur. Xoş gəlmisiniz Emil bəy. Təşəkkür edirəm. Mən də həm sizi, həm də izləyiciləri salamlayıram. Ümid edirəm ki, maraqlı bir mövzulara və məqamlara toxunacağıq sizinlə bərabər. Böyük məmnuniyyətlə bizdə canlı efir gedir. O cümlədən yazılar var. Canlı efirdə cürbəcür suallarıdır. Xahiş edəcəm izləyicilərimizdən sualları sırf sığortaya aid olan məsələlərə müzakirə edək və onunla bağlı suallarınızı verin. Lakin suallar digər hansısa bir mövzuya aiddirsə, sözsüz ki, müraciət edərsiniz və bizim həmkarlarımız Express Pay vasitəsilə sizə geri cavab verəcəklər. Zaman keçdikcə özümüz bazarda sığorta haqqlarında belə deyim də sorğu-sual elədik. Suallar formalaşdırdıq. Ən çox maraqlı olan mövqelərə toxunduq və düşünürəm bu gün müzakirə çərçivəsində onu danışacağıq. O cümlədən canlı efirdə suallar olacaq. Orada da bir ola bilər ki, o ən çox hansı suallar biz özümüz də istifadə edəcəyik. Bilirik ki, bəlli suallar ola bilər və o suallara cavab vermək lazım olacaq. İmkan daxilində dəstək olarsınız bizə də. Əlbəttə. Sığorta ümumiyyətlə nədir? Sığorta nəyə lazımdır və gündəlik həyatda hansı hallardan sığorta həqiqətən xilas bizi edir? Təşəkkür edirəm bir daha mövzu üçün və dəvətiniz üçün. Ümumiyyətlə Express Pay və Mega Sığorta qrupu olaraq çox gözəl bir əməkdaşımız baş tutur və ümid edirəm ki, inşallah daha da davamlı olacaq və bizi izləyən izləyicilər üçün də çox mühüm bir məsələlərə toxunacaq və onlar da təbii ki, məlumatlanacaq bu məsələlərdən. Sığorta nədir? Sığorta əslində bu gün sosial-iqtisadi bir mexanizmdir. Yəni vətəndaşlar artıq öz yaxın dostlarını belə deyim də tapa bilərlər və onlar üçün sığorta çox əlçatandır ölkəmizdə. Son illər xüsusilə sığorta sektoru inkişaf edib və bir çox artıq 50-yə yaxın sığorta növü var ki, vətəndaşlar burada həm həyat, həm qeyri-həyat sığorta növlərindən istifadə edə bilərlər. Biz bilirik ki, sığorta təkcə baş verə biləcək hadisələr nəticəsində yarana biləcək itki deyil. Bu həm də bizim büdcəmizə təsir edə biləcək bir məsələdir. Həm rifahımız üçün atılan bir addımdır. Çünki bu gün kifayət qədər böyük əmlaklar var, dəyəri yüksək əmlaklar var ki, bizim avtomobilimiz olsun, istər mənzillərimiz olsun və yaxud da ki, ən dəyərlisi bizim sağlamlığımızdır və həyatda insan sağlamlığından dəyərli heç nə yoxdur və ümid edirəm ki, və biz bunun mahiyyətini sizinlə bölüşəcəyik izləyicilər üçün. Sığorta nədir? Sığortanın mahiyyətini anlayaraq bax, bu məhsulları əldə etməyimiz daha vacibdir. Okey, təşəkkür. Bəs biz nümunələrdən danışdıq. Mən düşünürəm ki, biraz ətraflı da danışacağıq. Hər hansı bir sığorta məhsulları haqqında və gözəl önəm başlasaq danışmağa bizim kifayət qədər siz dediyiniz kimi əmlak, avtomobil, misalda daşınmaz əmlakdan gedir söhbət, daşınan əmlakdan gedir söhbət, burada səyahətdən gedir söhbət. Sözsüz ki, yaxşı məsələyə toxundunuz ki, ən azı canımızdan belə deyək, dövlətdə heç nə yoxdur, ən azı bizə önəm üçün budur. O haqda sağlamlıq haqqımızda danışacağıq. Və burada sığorta şirkətlərindən iddialar var ki, güya ki, hər hansı sığorta hadisəsi baş verəndə sığorta iddiaları ödəmirlər. Və burada bu stereotip doğrudurmu? Bu nəyə görə belə düşünülür bazarda? Məsələ necədir? Baxın, bütün sahələrdə olduğu kimi sığorta sektorunda da müəyyən bir bu kimi məsələlər var. Yəni vətəndaşlar düşünür ki, müəyyən iddialara sığorta baxmır və yaxud da ki, hadisə oldu, ödəniş etmədilər və biz böyük əksəriyyətini mən sizə deyim ki,
araşdırırıq və yekunda məlum olur ki, vətəndaşa düzgün informasiyalar, yəni təminatları, istisnaları məlumat verməyiblər. Və digər bir tərəfdən ola bilər ki, vətəndaş bu icbaridir deyə bunu əldə edir və təminatları o qədər də öyrənmir. Yəni hər iki tərəfdən bu hallar baş verə bilər. Məsələ odur ki, hər bir halda sığorta məhsulunu əldə etdiyimiz zaman biz bunun təminatlarını vətəndaşlara çatdırmalıyıq, eyni zamanda istisnaları çatdırmalıyıq. Çünki bax sizə təşəkkür edirik ki, bax bu kimi məsələləri işıqlandırırsınız. Bu bir əslində böyük bir maarifləndirmə proqramıdır. Və burada vətəndaşları maraqlandıran, tez-tez verilən suallar silsiləsindən bir suallara toxunuruq. Bu təbii ki, sizin verdiyiniz suallar, qoyduğunuz mövzu insanları düşündürən bir mövzulardır. O baxımdan hesab edirəm ki, daha da maraqlı bir məsələlərə toxunacağıq sizinlə bərabər. Onda gəlin bir də yaxın girişsək sığorta məhsullarına. Zəhmət olmasa hansı sığorta mütləq bizə lazımdır? Ən azı 3 top sığorta məhsulu haqqında danışaq. Burada məsələ necədir? Deməli, ən çox satıla biləcək və yaxud ehtiyac duyduğumuz məhsullar hansılardır? Bir qədər əvvəl toxunduğumuz sağlamlığımızdır ki, ən vacib elə bizim tibbi sığortamızdır. Mən təklif edərdim tibbi sığorta, avtomobilimizin kasko və yaxud icbari sığortası, eyni zamanda əmlakımızın sığortası. Bax, bu 3 məhsulu daha önə çəkərdim. Çünki bugün hər birimiz arzu edirik ki, bizim sağlamlığımızla bağlı heç bir hadisə baş verməsin və təbii ki, profilaktik olaraq müayinələrə gedirik və bu müəyyən qədər bir xərclər aparır. Və burada həkim müayinəsi olsun, hər hansı bir laboratoriya ilə bağlı müayinələr olsun, dərman preparatları olsun, fizioterapiya olsun və s. Yəni bütün bunlar bir xərc aparan bir məsələlərdir və eyni zamanda hər hansı bir xəstəlik olarsa bu daha da çox xərclər tələb edir. Burada ambulator, stasionar xərclər, dərman preparatları, həkim müayinəsi, əməliyyatlar və s. daxildir. Digər məhsullar isə əmlak və daşınmaz əmlak dedikdə bizim əmlaklarımız. Çünki qarşıda yay fəsli gəlir. Artıq istilər düşüb, biz əmlaklarımızı qoyub daha çox bölgələrimizə, bizim gözəl bölgələrimiz var, şəhərlərimiz var ki, oraya vətəndaşlar üz tutur və artıq əmlaklarımızı rahat qoyub gedə bilmirik. Çünki düşünürük ki, kimsə qonşudan su axa bilər. Ola bilər, Allah uzaq etsin, yanğın hadisəsi baş verə bilər, partlayış ola bilər. Bizim evdə və yaxud da ki, ətraf əmlaklarda bu bizim evə də zərər vura bilər. Biz bəzən indiyə qədər düşünürük ki, heç bir hadisə baş verməyib və bundan sonra da baş verməyəcək. Bu bir psixologiya ilə bağlı olan bir məsələdir. Psixologiyada çünki belə bir məsələ var da, duyğu və davranış. Yəni vətəndaşlar düşünürük hər birimiz ki, indiyə qədər heç bir hadisə baş verməyib və bundan sonra da baş verməyəcək. Ona görə biz hesab edirik ki, sığorta bizə lazım deyil. Ona görə rahat çıxıb gedirik şəhərdən kənara və yaxud da ki, ölkədən kənara və bir hadisə baş verdi, artıq bir peşmançılıq hissi keçirdirik. Təbii ki, hər hansı bir peşmançılıq bir fayda vermir. Amma bunun üçün bizim ən yaxın dostumuz doğrudan da sığortadır. Çünki baxın, kifayət qədər bir gün ərzində biz nə qədər yanğın hadisələri eşidirik. Fövqəladə Hallar Nazirliyinə müraciətlərin sayı 30, 40 və bəzən gün ərzində 50-yə çatır. Bu təkcə yanğınla bağlıdır. Və bundan başqa su basma hadisələri var. Eyni zamanda təbii fəlakətlər ola bilər. Oğurluq hadisəsi ola bilər və s. Yəni bütün bu risklər, sadalanan bu hadisələr hər bir halda əmlakın sığortasına daxil olan bir risklərdir, hadisələrdir. İstər icbari, istər könüllü. Və daha çox digər məhsullardan, hansı ki 3 sığorta məhsuluna mən danışdım, digəri də avtomobilin könüllü və yaxud icbari sığortasıdır və daha çox risklərlə üzləşən məhz avtomobillərdir. Çünki bugün Azərbaycanda sığorta sektorunda ən çox satılan məhz avtomobilin icbari sığorta növüdür. Və ən zərərli sığorta növü də məhz budur. Çünki bugün 99% bu məhsul satılırsa, bütün şirkətlərdə mən birmənalı olaraq qeyd edim ki, avtomobilin icbari sığorta növü üzrə əgər simvolik olaraq 100 manat yığılırsa, ən yaxşı halda 100 manat ödəniş verilir ilin sonuna qədər. Yəni burada həm təbii ki zərərliliyi var, həm orada müəyyən bir vergi və s. xərclər var və ən yaxşı halda 100 və 100 balans yaranır, 0. Ən yaxşı halda. Ona görə mən hesab edirəm ki, bax bu məhsul, bu onu göstərir ki, əslində sığortaya inam var və sığorta ödənişləri həyata keçirir. Yəni ödənişləri həyata keçirməsə, bu 100% yığımın qarşılığında 100% ödəniş də olmaz və bunu artıq avtoicbari üzrə biz bunu əyani şəkildə müşahidə edə bilirik. Mən bu 3 sığorta məhsulunu təklif edərdim.
Çox sağ olun, minnətdaram. Onda bir Emil bəy hal-hazırda Mega Sığortanın əməkdaşı yox. Bəli. Sırf mən bildiyim qədər siz assosiasiyanın gözəl bir ekspertisiz. Bazarda kifayət qədər çox məlumatlı və faydalı məlumat bizə verirsiniz. Burada icbari sığortanı biz başa düşürük ki, avtomobil üzrə məcburiyyət qarşısında biz də sürücüyük, məcburiyyət qarşısında yazırıq, veririk. Bəs indi icbari sığortasının hansı ki əmlak qayda və qanunla biz bunu eləməliyik, hərdən eləyirik, hərdən eləmirik. Bir də ikinci hansı ki bizim özümüzün icbari sığortamız tibbi sığortanın desək təbib vasitəsilə hansı ki bizim keçirik və bundan da savayı sığorta şirkəti vasitəsilə. Burada fiziki şəxslər, siz, mən və s. bizim izləyicilərimiz, bunlar özləri bu sığorta məhsulunu necə əldə etməlidirlər? Bu da çox maraqlı bir məsələdir, qeyd edirsiniz. Burada məsələ necədir? Bir var icbari tibbi sığorta, hansı ki qeyd etdiyiniz kimi bu icbaridir və Azərbaycan Respublikasının bütün vətəndaşları, işləyən, işsizlər, təqaüd olanlar, uşaqlar hər biri bundan yararlana bilirlər. Hətta bəzən əcnəbi vətəndaşlar da bundan yararlana bilir. Burada əgər onların gəlir mənbələri Azərbaycandan formalaşırsa, təbii ki, həmin əcnəbi vətəndaşlar da bizim icbari tibbi sığortadan yararlana bilir. Digər bir tərəfdən könüllü tibbi sığorta daha geniş bir sığorta növüdür. Və vətəndaşlar fiziki şəxs olaraq təəssüf ki, bu gün kütləvi şəkildə ayrı-ayrı şəxslər sığorta şirkətlərinə müraciət edib tam tibbi sığortanı əldə edə bilmirlər. Söhbət könüllü sığortadan gedir. Çünki bu bir çox hallarda sığorta şirkətləri üçün daha zərərli ola bilər. Çünki buna ehtiyacı olan şəxs birbaşa müraciət edə bilər və bundan kifayət qədər yararlana bilər və bu birbaşa şirkətlər üçün zərərli bir portfel yığımı formalaşması deməkdir. Ona görə hələ ki ölkəmizdə bu korporativ şəkildə təklif olunur. Amma yenə də sığorta şirkətlərində müəyyən bir məhsullar var ki, könüllü tibbi sığorta. Bunları əldə etməklə vətəndaşlar müəyyən çərçivədə müraciət edə bilirlər. Və eyni zamanda hətta sağalmaz xəstəliklərdən belə sığorta var könüllü olaraq. Burada artıq vətəndaşlar tək fərdi şəkildə də müraciət edib bu sığorta növünü əldə edə bilərlər. Bu sığorta növü tibbi sığortadan nə ilə fərqlənir? Burada sağalmaz xəstəliklər dedikdə orqan transplantasiyası nəzərə alına bilər, onkoloji xəstəliklər ola bilər, ürəklə bağlı hər hansı açıq əməliyyatlar və s. Və bütün bunlar həm ölkəmizdə əməliyyatlar və tibbi xərclər qarşılanır, eyni zamanda ölkə hüdudlarından kənarda da vətəndaşlar gedib öz bu sağalmaz xəstəliklərlə bağlı müayinələrdən keçə bilirlər, əməliyyat oluna bilirlər, hətta dərman preparatları da təminata daxildir. Çox sağ olun, minnətdaram. Burada mənim öz praktiki tərəfindən danışsam, bir neçə il bundan öncə xaricdə bu sığorta məhsullarının çox populyar olduğunu, amma o cümlədən bilmirdim ki, Azərbaycanda da bu yavaş-yavaş populyarlığını götürür. Əladır və biz onda tövsiyəmiz odur ki, izləyicilərin korporativ şəklində işə götürən tərəfindən müraciət olunmalıdır ki, sığorta, könüllü sığortanı götürsünlər, düzdürmü? Tibbi sığortadan gedir söhbət. Amma özləri şəxsən müraciət eləməyi sırf bəzi tibbi sığorta hansı ki məhdud çərçivədə yararlana eləmək olur. Bəli. Əla. Bəzi suallarımız da var, direktdə yazıblar. Ondan da bir hərdən müraciət edəcəyik. Burada sual mənim əmlakım var, evi sığortalayır, çox güman ki, belə başa düşdüm. Bir də tibbim var. Prioritet olaraq hansına verim hansı məhsuldan almalıyam? Baxın, siz bugün hər birimiz bir telefonumuz, tutaq ki 1000 manat, 2000 manatlıq bir telefonumuzu, mən hər dəfə bunu misal çəkirəm, qoruyuruq və o telefonu qorumaq üçün il ərzində onun üzərinə bir şüşə qoruyucular alırıq, hansı bir kabralardan istifadə edirik ki, o telefon əzilməsin, zədələnməsin. Çünki biz bunun dəfələrlə yerə düşdüyünü görmüşük, zədələndiyini görmüşük və əmlakımızda bir hadisə görməmişik deyə biz deyirik ki, yox, biz bunu etməyək. Amma əmlakımız daha dəyərlidir. Bizim üçün daha önəmlidir. Və elə insanlar var ki, ömrünün sonuna qədər işləyir və mənzil ala bilmir. Obyekt ala bilmir, heç avtomobildə bəzən ala bilmirik və baxın, bütün bunlar kifayət qədər bir zaman tələb edən və kifayət qədər əziyyətin qarşılığında əldə etdiyimiz bir əmlaklardır. Və bunu biz sığorta etdirmiriksə, deməli artıq biz bunu düşünmürük ki, hansısa bir hadisə baş verər. Ona görə bizim üçün həm önəmli olan əmlakımızın sığortasıdır,
həm tibbi sığortamızdır və xüsusilə bir məqamı da elə dinləyicinin sualına uyğun olaraq cavablandırım ki, bu daha çox başqa bir misal çəkmək istəyirəm. Bir insan yaxınımız və yaxud da ki, bir tanıdığımız şəxs xəstələnir. Tutaq ki, xəstəxanada yatır, biz gedirik onun dəyməyə. Və istər biz, istər onun yaxınları müəyyən qədər belə deyim də, tutaq ki, hansısa bir meyvə alırıq, vitaminləri alırıq ki, xəstəyə dəyməyə gedir və bu ona daha məqsədə uyğundur, daha önəmli və vacibdir ki, o immuniteti formalaşsın və sağalsın. Amma biz onu xəstələnməmişdən qabaq o meyvələri ona versək, daha yaxşı olar ki, o xəstələnməsin. Və sığorta da bunun üçün əvvəlcədən biz bunu etməliyik ki, xəstələnəndə və yaxud da ki, əmlakımızla bağlı hər hansı bir tutaq ki, yanğın hadisəsi baş verir, bir 2000, 3000 və yaxud da ki, 4 rəqəmli, 5 rəqəmli bir ziyan dəyib əmlakımıza və bu bizim büdcəmizdən gedəcək. Ona görə kiçik bir məbləğ ödəməklə vaxtında əmlakımızı və sağlamlığımızı sığorta etdirməyimiz daha məqsədə uyğundur. Mən belə hesab edirəm. Təşəkkür edirəm. Sığorta məhsullarından danışanda avtomobil sığortasına müraciət elədik. Maşını sığortalayıram. Maşını sığortalamaq istəyirəm. Burada lakin zərər zamanı çətinlik çəkirəm. Burada zərər çəkəndə zərər zamanı olduğu halda nə etməliyəm? Bu real praktika həyatındandır. İcbari sığorta və yaxud könüllü sığorta kasko olaraq mən bunu almışam. Hər hansı bir hadisə baş verdi. Hadisə baş verdikdə addımlar nə olmalıdır ki, ən çox real praktikada olan səhvlərə görə yuxarıdakı qeyd etdiyim sual kimi deməsinlər ki, sığorta haqqını ödəmirlər sığorta təşkilatı tərəfindən. Deməli, burada məsələ necədir? Hər hansı bir hadisə baş verdikdə, xüsusilə avtomobildə, eyni zamanda digər əmlakda da eyni qaydadadır. Mütləq sığorta şirkətinə məlumat vermək ən vacib məsələdir. Sadəcə elə sizin efir vasitəsilə biz izləyicilərə çatdıraq ki, hansı hallarda məlumat verməyə bilərik vaxtında. Bu insan sağlamlığı ilə bağlı olan bir məsələlərdir. Tutaq ki, hadisə nəticəsində xəsarət var və yaxud ölüm halı var və yaxud sürücü və yaxud da ki, qarşı tərəfdə şəxs komaya düşə bilər. Və bu hallar nəzərə alınır. Yəni şərt deyil ki, hadisə vaxtı mütləq yerində məlumat verməliyik. Təbii ki, daha önəmli odur ki, biz şəxsin həyatını qaytaraq, sağlamlığını qoruyaq və onu daha tez xəstəxanaya çatdıraq və yaxud təcili tibbi yardımı bura dəvət edək. Bax, bu məsələlərdə bunlar nəzərə alınır. Amma bəzən biz deyirik ki, mən tələsirəm, sığortaya məlumat vermirəm, dövlət yol polisinə məlumat vermirəm və hadisə yerinə tərk edirəm. Bu artıq sığorta şirkətləri tərəfindən təbii ki, istisna sayılır. Və yaxud da icbari sığorta növü üzrə tutaq ki, ödəniş həyata keçirilir. Daha sonra subrogasiya deyilən bir termin var. Regress deyirik. Biz ona subrogasiya tətbiq olunur. Yəni o istisnalar halında ödəniş yenə qarşı tərəfə ödənilir. Sadəcə zərərvuranın geri alınır. Bu hansı hallardır? Hadisə yerinə vaxtında məlumat verməyib tərk etdikdə, içkili hadisə törətdikdə, avtomobili sənədsiz idarə etdikdə və avtomobil təyinatı üzrə istifadə olunmadıqda. Bu hallarda söhbət avtomobil icbari sığorta növündən gedir. Bu hallarda yenə qarşı tərəfə ödəniş olunur. Sadəcə bu 4 haldan biri varsa, o zaman ödəniş olunsa belə zərərvurandan daha sonra geri alınır. Bir növ ödənilmir. Sadəcə zərər çəkənin bir günahı yoxdur. O ödənişi alır, çünki icbari sığortası var. Daha sonra zərərvurandan geri alınır. Ona görə biz hüquqlarımızı bilirik, bilməliyik ki, bax bu hallar olarsa ödəniş olunmayacaq. Və yaxud bəzən sual yaranır ki, niyə görə gecikir ödəniş? Bunun da təbii ki, qaydaları var. Hadisə baş verdi, biz məlumat veririk sığorta şirkətinə. Sığorta şirkəti hadisəni qeydə alır. Daha sonra zərər çəkəni servisə yönəldir. Servisdə baxış keçilir, qiymətləndirilir və onun cavabı sığorta şirkətinə gəlir. Paralel olaraq hadisəni təsdiq edən yekun sənəd dövlət yol polislərinin verdiyi bir sənəddir. Forma 4 tutaq ki, və bunun sığorta şirkətinə verilməsi, servisin qiymətinin göndərilməsi mənim bir vaxt aparan bir vaxtdır. Eyni zamanda bu qeyri-iş günlərinə düşə bilər. Həftə sonları ola bilər, bayram günləri ola bilər və yekunda bütün bu prosedurlar həyata keçirildikdən sonra 7 iş gün ərzində ödəniş həyata keçirilir. Və ona görə bu müəyyən qədər bir vaxt apara bilir və bəzən də tez olur. Bu bilavasitə sığorta şirkətindən asılı olan bir məsələ deyil. Onda belə çıxır ki, ümumi olaraq sığorta hadisəsi baş verdiyi gündən
praktiki cəhətini nəzərə alsaq, neçə gün ərzində zərər çəkən öz pulunu ala bilər? O 7 gün bildik. Amma bu yazışma var, gəlib getmə var, sığorta servisi, sığortanın akkreditasiya olan servis şirkəti yoxlamaq var. Təqribi praktik cəhətini 1 ay, 2 ay, 4 ay, 20 gün, 10 gün təqribi o qədər adətən çəkmir. Bu adətən 10-15 gün çəkir. Bütün bu məsələlər, ödənişin həyata keçirilməsi. Sadəcə 1 ay, 2 ay o halda ola bilər ki, burada zəncirvari qəza ola bilər. Bir avtomobilin qiymətləndirməsi həyata keçirir, digərinin ehtiyat hissələri ölkəmizdə yoxdur. Ta ki, yeni nəsil avtomobillər var ki, bilirsiniz ki, artıq hibrid, plug-in hibrid, elektromobillər daha çox üstünlük təşkil edir və onların yeni olduğu üçün Azərbaycanda hələ ki bir çox ehtiyat hissələri yoxdur. Və bunun qiymətini müəyyən etmək üçün müəyyən şirkətlər sorğu göndərir. Və bunların əldə olunması, ehtiyat hissəsinin ölkəmizə gətirilməsi bir vaxt apara bilir. Daha sonra xəsarət ola bilər ki, o xəsarətlə bağlı müstəntiqin yekun rəyi olmalıdır, həkim rəyi olmalıdır və bu da müəyyən bir zaman aparıb 1 ay, 2 ay çəkə bilər. Bu istisna hallardır. Amma əksər hallarda 10-15 gün ərzində həyata keçirilir ümumi olaraq. Səhhət sığortasından danışmaq istəyirdim. Bir danışdıq, yaxşıdır gəzmək. O cümlədən Azərbaycan daxilində gözəl yerlər var ki, hara gedib gəzinti ailəmizlə və dostlarımızla edə bilərik. Burada nəzərə alsaq xarici səfərə də tibbi sığorta hardasa məcburdur, hardasa məcbur deyil. O viza dəstəyi olmayanlar təşkilatı ölkələrdən gedir söhbət. Ümumiyyətlə səhhət sığortasını almalıyammı? Bu sual birinci sualdır və o cümlədən almalıyamsa niyə görə almalıyam? Səhhət sığortası adından göründüyü kimi bizim səfərdə olduğumuz, səyahətdə olduğumuz müddəti əhatə edir və ümumiyyətlə Azərbaycanda olan bütün sığorta növlərinin böyük əksəriyyəti 99%-i tam Azərbaycan Respublikasını əhatə edir. Sadəcə bir neçə məhsullar var ki, onlar ölkə hüdudlarından kənarda təminat verilir. Səhhət sığortası bunlardan biridir. Və səhhət sığortası çox vacibdir. Çox doğru qeyd etdiniz ki, bəzən Şengen ölkələrindən səfər etdiyimiz zaman viza üçün mütləq tələb olunur. Amma digər ölkələrdə yox və biz də təbii ki, etmirik ki, tələb olunmur. Amma inanın ki, bizim səfərdə olduğumuz müddətdə ən yaxın dostumuz məhz səfər sığortasıdır. Çünki biz qərib ölkədəyik, xarici bir ölkədəyik və biz hər hansı bir hadisə baş verəndə biz dostumuza müraciət edə bilmirik, tanışımızı axtara bilmirik və bizim üçün əl çatan sığortamızdır. Çünki sığortamız varsa artıq mən rahatam ki, tutaq ki, gün vurma hadisəsidir, stomatoloji bir problemdir, soyuq dəymədir, hər hansı bir yanlış xəsarətidir, gün vurmadır, suda boğulmadır, yol nəqliyyat hadisəsidir, hətta əməliyyatlar belə səfər müddəti çərçivəsində ehtiyac olarsa sığorta mənim yanımdadır. Və orada qeyd olunan qaynar xəttə bir zəngim artıq yetər ki, ən yaxında olan həkimlərə, xəstəxanalara müraciət edim və bütün xərcləri səfər sığortası üzrə qarşılasınlar. Özümün bir praktikasından danışım. Bəli. Səhhət sığortasını əvvəllər istifadə eləmirdim. Pandemiyadan öncə idi. Bir neçə il, bir 10 ilə yaxındır məsələsidir. Gürcüstana getdim. Bir dediyiniz kimi özünü rastlaşmasan hiss eləmirsən. Gürcüstanda elə oldu ki, məcbur oldum həkimə müraciət eləyəm. Xarici vətəndaş olduğuma görə sözsüz ki, tarif biraz ayrı olur. Konsultasiya görə 50 manat, belə deyim də, bizim bundan 50 azayın pul verdim. Amma getmişdim səfərə 6 bazar üçün. Və ortalıqda 2 gün ərzindəki xərci mən ehtimalla səhhət sığortasını xərclədiyimin 10 qatını mən bir dənə konsultasiya pulu verdim. Ondansa 2-3 manat verərdim, 5 manat verərdim, qutardı ki, onun da həlli olardı. Mən bilirəm ki, siz kifayət qədər ölkələri gəzirsiniz və bir çox ölkələrdə olmusunuz, səyahət etmisiniz. Mən bunu bilirəm və bu sizin peşəkar bir təcrübənizdir və artıq müqayisə edə bilirsiniz və bilirsiniz ki, daha çox buna üstünlük verməyimiz önəmlidir və praktiki olaraq da bunu yaşamısınız deyə və doğrudan da reallıqda da belədir. Minimal bir xərc ödəməklə kifayət qədər böyük risklərdən sığortalanırıq və kifayət qədər böyük bir təminat alırıq. Adi bir misal çəkəcəm. Qeyd etdiyiniz kimi, tutaq ki 6-7 manat ödəməklə mən 10 gün ərzində 30.000 və yaxud 15.000 evro və yaxud dollar təminat alıram və burada kifayət qədər böyük bir təminatdır. Və kifayət qədər kiçik bir məbləğ ödəməklə mən öz sağlamlığımı qoruyuram. Və bu önəmli bir məsələdir və vacib bir məsələdir. Təşəkkür edirəm həqiqətən. Sığorta məhsullarından danışdıq. Sığortanın əsas məqamı, əsas
nətər deyim, o şərtləri müqavilədə əks olunur. Bəli. Və bizdə izləyicilərimiz də çox güman ki, çox rastlaşıbdı bundan. İnamımız biraz itibdir. Və inamımızı qaytarması üçün Mərkəzi Bank kifayət qədər regulyator kimi öz istiqamətdə işlər görür. Sığorta assosiasiyası, banklar assosiasiyası, fintech assosiasiyası və sair kifayət qədər assosiasiyalar özlərində işlər görülür. Əsas odur ki, bizim müştərilərimizin hüququnun qorunması, istehlakçılarımızın hüququnun qorunması ilə ən azı nə imkan varsa hamısını təmin etməliyik. Burada sizcə və ola bilər praktikanızda bölüşə bilərsiniz. Sığorta müqaviləsində ən çox nəyə baxmaq lazımdır, nəyə fikir vermək lazımdır? İki məsələyə xüsusilə diqqət etmək lazımdır. Təminatlar və istisnalar. Ən önəmli məsələdir. Çünki könüllü sığorta növlərində biz təminatları və yaxud da ki, istisnaları dəyişə bilirik. Təbii ki, qarşılıqlı razılaşma ilə sığortalı və sığortaçı, yəni sığorta şirkətinə müştəri daha öncədən bunları aydınlıq gətirib razılaşdıra bilər. Amma icbari sığorta növlərini bilirsiniz ki, bu Azərbaycan Respublikasının icbari sığorta haqqının qanununa əsaslanır və bütün sığorta şirkətlərində icbari sığorta növləri eynidir. Bir hərfi və rəqəmi belə dəyişə bilmərik. Amma könüllü sığorta növlərində təminatları və dediyim kimi istisnaları dəyişə bilərik vaxtından əvvəl və eyni zamanda hər bir halda bütün sığorta növlərini əldə etdiyimiz zaman bax bu iki məqama, təminatlara və istisnalara mütləq diqqət etməliyik. Çünki elə ən vacib məsələ də budur ki, hadisə də baş verəndə biz hüquqlarımızı bilmədikdə o zaman təbii ki, inamsızlıq bir hiss yaranacaq ki, şimdi mən bunu etdim, hadisə oldu, sığorta şirkəti ödəniş etmədi. Onun görə inam azalır. Və mən bunu öz ətrafımdakı insanlara deyirəm, ətrafındakı insanlar öz ətrafındakı insanlar və bu kimi məlumatlar daha tez yayılır və artıq inamsız bir düşüncə formalaşır insanlarda. Amma təbii ki, mən təminatlarımı bilsəm ki, buna ödəniş düşür, buna düşmür, deməli, normal da qarşılayacağım hadisə vaxtı. Və çox doğru qeyd etdiniz ki, Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə bir layihəsi var. Və onlar maarifləndirmə proqramını artıq illərdir həyata keçirir. Və sizə təşəkkür edirəm ki, bax, bu məsələni işıqlandırırsınız və burada artıq biz daha detallı və bütün sığorta növlərlə xırda-xırda da olsa biz yanaşırıq və onu aydınlıq gətiririk sizin efir vasitənizlə. Və biz də universitetlərdə hətta tələbələr üçün təlim keçəndə mən ümumiyyətlə demək olar ki, bizim şirkətdə və mən özüm də artıq Respublikanın demək olar ki, bütün universitetlərində, kolleclərində maarifləndirmə ilə bağlı təlimlər keçirəm. Artıq illərdir və burada hər zaman tələbələrə də deyirəm ki, bunun sığorta haqqında biz sizə məlumat verməkdə məqsəd sizin sığorta sektorunda işləməyiniz deyil. Məqsəd sizin hüquqlarınızı bilməyinizdir. Çünki illər sonra sizin avtomobiliniz olacaq, illər sonra sizin əmlakınız olacaq, obyektiniz olacaq, bəlkə də böyük bir biznesmen oldunuz. Və hüquqlarınızı bildiyiniz halda artıq siz deyəcəksiniz ki, yox, mən əgər hər hansı bir sahibkaram və bir biznes qurmuşam və təbii ki, bütün sahibkarların və hüquqi şəxslərin əsas məqsədi mənfəət əldə etməkdir yekunda. Və hər bir şirkət, hər bir sahibkar bunun üçün çalışır. Və bu biznes fəaliyyətində də ən önəmli məsələ bizim daşınar əmlaklarımız, biznesimiz, əmlakımız, ümumiyyətlə daşınmaz əmlakımızın sığortalanmasıdır ki, eyni zamanda biz rahat biznesimizi həyata keçiririk. Təsəvvür edin ki, biz sığortalamamışıq və bir hadisə baş verir və kifayət qədər bizim büdcəmizə ziyan deyir. Bu artıq mənim aktivlərimin azalması deməkdir və yaxud ola bilər elə bir zərər ola bilər ki, aktivlərimin azalması ilə bərabər mən bankdan bir kredit götürərəm və öhdəliyim də artar. Və deməli mənim biznesim artıq sıfırlanır, mən hətta borca düşürəm və bu artıq bir neçə işçilərin işsizliyi deməkdir, büdcəyə gedən pulların sıfıra enməsi deməkdir, bizim qazanc etməyimizin sıfıra enməsimiz və s. Amma bir kiçik bir məbləğ ödəməklə biznesimizdə olan hər hansı bir predmetləri, sığorta predmetlərini sığortalamağımız bizim dayanıqlılığımızın təməlidir. Və dayanıqlılığımızın davamlı olması deməkdir ki, burada artıq işçilər də evlərinə pul aparır, ailəsini dolandırır, biz də mənfəət əldə edirik, vergimizi də ödəyirik büdcəmizə və s. Bu mexanizmin əsas köklərindən biri də məhz sığortadır. Təşəkkür edirəm. Şərtləri bildiyim, nəyə fikir vermək lazımdır? Bəs məhsulu seçəndə bahanı seçməliyəm, yoxsa ucuzunu seçməliyəm? Bu da maraqlı bir yanaşmadır əslində. Mən əslində onun mahiyyətini və təminatları daha çox özümə detallı müqayisə edirəm. Amma bir məsələ də var ki,
Baxın, bugün ölkəmizdə kifayət qədər sığorta növləri var və burada artıq aqrar sığorta ilə bağlı bir misal çəkmək istəyirəm və dünya praktikasında ümumiyyətlə Türkiyə təcrübəsindən bizim aqrar sığorta ilə bağlı məhsullarımızın ümumiyyətlə təminatları və şərtləri Türkiyənin sığorta şirkətlərinin praktikasından götürülür və artıq 10 ildən yuxarı Türkiyədə donvurma riski həyata keçirilirdisə, bizdə artıq 3-cü ildə donvurma riskinə təminat verilir. Və burada mən bunu niyə misal çəkirəm? Təsəvvür edin ki, donvurma riski hər bir şəxs üçün, fermer üçün önəmli deyil. Çünki bizim respublikamızın elə bölgələri var ki, orada ümumiyyətlə mənfi temperatur olmur. Heç bir halda. Yəni istənilən fəsildə, qış fəslində və s. Və mən bunu gedib Kürdəmirdə, Ucarda və daha isti olan bölgələrimizdəki bir fermerə desəm ki, Azərbaycanda artıq 3 ildən sonra donvurma riskinə təminat var, biz sizə təklif edirik, onun maraqlı olmayacaq. Düzdürmü? Çünki o artıq onun üçün önəmli quraqlıqdır, susuzluqdur və s. Və burada təminatlara mən daha çox diqqət edərdim. Nəinki o bütün təminatları aldım, daha çox pul ödəyim və bu məhsul. Xeyr, mən təminatları diqqət edib məhsul alardım. Çox sağ olun. Minnətdaram. Yaxşı, gözəl məqama toxundular. Təminat çox vacib, önəm daşıyır. Çox önəmlidir. Onda sığortana baxdım, sığortanın şərtlərini anladım. Sığorta məhsulu almağa fikrə gəldim. Bəli. Onlayn şəklində Mega Sığortanın əməkdaşı mənə sığortanın məhsulunun satışını təmin etməyini dəstək durur. Bəli. Sığorta yazır, lazım olan sənədləri götürür, polisi formalaşdırır. Müştəri də Express Pay vasitəsilə sığorta məhsulunun ödənişini aparır. Bəli. Və sığortalarla yaralanır, belə lordinizə, polis də yaralanır. Və burada canlı gəlib ofisinizdə almaqla və onlayn almaqla nə fərq var? Bunun əslində bu onlayn sistemin həyata keçirilməsi artıq avtomobilin icbari sığorta növü üzrə bu sistem 2016-cı ildən həyata keçirilir və son 2 ildən artıqdır ki, əmlakın, daşınmaz əmlakın icbari sığorta növü də məhz elektron şəkildə bağlanılır və hər hansı bir kağız daşıyıcıya ehtiyac yoxdur. Bugün ölkəmizdə kifayət qədər Express Pay terminalları var və hər bir insan istənilən günün istənilən saatında, yəni 24 saat ərzində onlar istənilən mübadiləni həyata keçirə bilirlər terminalda, istər kommunal olsun, istər sığorta ödənişi olsun, istər digər ödənişlər və biz Express Pay terminallarına çox inanırıq və güvənirik. Və çünki hər hansı bir ödənişi həyata keçirib biz o operativliyi görürük. Hər hansı bir SMS şəklində məlumatların geri dönüşünü alırıq və bu bizim üçün bir güvəndir. Eyni zamanda sığorta şirkətlərində də hər hansı bir onlayn məhsulların əldə olunması zamanı mütləq şəkildə müştəriyə PDF fayl olaraq sənəd verilir, təqdim olunur. Bundan əlavə SMS bildirişlər gəlir və bu da kifayət edir ki, vətəndaşlar inanırlar və o bildirişlər əsasında artıq sığorta şəhadətnamələrini hətta yoxlamaq üçün kifayət qədər böyük bir portallar var. Və burada daxil olub etibarlılığı yoxlamaq üçün. Bəli, etibarlılığı yoxlamaq üçün kifayət qədər bunun üçün imkanlar var. Və hətta sığorta şirkətlərinin qaynar xəttinə 24 saat ərzində zəng edib polisi də yoxlaya bilərlər. Ya bunun üçün geniş imkanlar var. Sizin praktikanızdan hansı ki, ola bilər Mega Sığortanın digər təşkilatlarda ola bilər, assosiasiya çərçivəsində danışıblar. İnsanlar ən çox hansı sığorta növündən peşman olurlar almaqdan? Bugün bir yarı zarafat bir misal çəkəcəm sizə. Praktikada olmuş bir şeydir. Yəni bir müştəriyə bir sığorta məhsulu satdıq və ilin sonunda vaxtı çatanda biz ona zəng etdik ki, bəs sizin sığortanızın vaxtıdır. Dedim mən İstəmirəm, boş-boş şeylərdir, məni narahat etməyin və telefonu qapatdı. Mən onu bir ikinci dəfə də yığdım. Dedim, okey, mənə sadəcə səbəbi lazımdır ki, sizə hansısa bir hadisə baş verib və buna görə deyirsiniz, niyə görə bu cür düşünürsünüz? Dedim, mən istəmirəm, ehtiyac yoxdur, mənə xahiş edirəm, narahat etməyin. Bir də qapatdı telefonu. Üçüncü dəfə mən buna bir də zəng etdim və dedim ki, okey, siz sığortanı əldə etməyin. Sadəcə mənim özümə bir maraqlıdır ki, nə hadisə baş verib? Dedi, mən sığortaladım avtomobilimi və il ərzində heç bir hadisə baş vermədi, pulum batdı. Deyirəm ki, mən o adamı əslində tanıyıram. Dedim ki, narahat olmayın da. Bu dəfə də sığortanın gələn dəfə hadisə baş verir, biz siz ödəyərik. Biraz belə zarafat elədi və aydın oldu ki, bunun pulu yoxdur. Sadəcə bir zarafat
bizə belə bir yanaşma etdi və təbii ki, sonra biz ona indiyə qədər əməkdaşlıq edirik və sözümü onu gətirirəm ki, biz müəyyən bir səbəbi aydınlaşdırmalıyıq. Ola bilər ki, insan zarafatı bu cürdür. Ola bilər ki, və mən onu təbii ki, geri dönüş etməsəydim, o mənim müştərim artıq olmayacaqdı. Və bu kimi məsələlərdə mən xüsusilə qeyd edim ki, bax, fərdi yanaşmalar lazımdır insanlara. Yəni hamı eyni cür yanaşmaq düzgün deyil. Yəni ola bilər elə bir insan ola bilər ki, biz ona tamam başqa cür bir münasibətlə danışa bilərik. Bəzən müştərilər də deyir ki, mən sadə dillə istəyirəm başa düşüm. Mən istəyirəm ki, bax, sən tutaq ki, deyirsən, bax, terminlə budur. Bəzən bu insanlar bunu bilməyə bilər. Bu normaldır. Elə sahələr var ki, biz də orada o terminologiyanı bilmirik. Ona görə bir çox hallarda sadə dillə deyirik və mən hesab etmirəm ki, insanlar hansı bir sığorta növündən peşmançılıq çəksinlər. Çünki bugün kifayət qədər sığorta məhsulları var ki, bugün hər hansı bir məhsulun xaricdən ölkəyə gətirilməsindən tutmuş, yük sığortası daxil, onun ölkəyə gətirilməsi, ambarda saxlanılması, satışa çıxarılması, təmirdə istifadə olunması və bütün bu prosedurların hər biri arada bir sığorta məhsuludur və vətəndaşlar üçün real əlçatandır. Ona görə o halda insanlar düşünə bilər ki, bu məhsulu mən aldım və heç bir hadisə baş vermədi. Yalnız hadisə baş vermədiyi halda insan düşünə bilər ki, bu pulu mən atdım kənara. Amma bəzən insanlar düşünür ki, sığorta artıq bir xərcdir. Əslində bu artıq xərc deyil. Təsəvvür edirsiniz, mən bir 50 manat ödədim və bir sığorta məhsulu, evimi sığortaladım 25.000 manatlıq. Kifayət qədər böyük bir məbləğ təminat alıram və 25.000 manatlıq əmlaki təminata görə mən cəmi il ərzində 50 manat ödəyirəm. Kifayət qədər aşağı məbləğ ödəməklə böyük bir təminat alıram. Amma təsəvvür edin ki, yaxşı, bu xərci mən qoydum bura, xərc etmədim. Evimi də sığortalamadım. Bir hadisə baş verdi, 1000 manatlıq zərər verdi. Baxın, əsas xərc budur. Bax, 1000 manat mənim ödəməyim, bu mənim üçün böyük bir xərcdir. Təşəkkür edirəm. Buyurun, dəyməz. Gələcəkdən danışmaq istəyərdik biraz. 2025-ci ildəyik. Gələcəkdə xeyli dəyişikliklər baş verir və burada nəyi gözləməliyik 2025-də, 2026-da? Hansı ola bilər ki, yeni sığorta növlərindən baş verəcək gələcək? Hansısa ola bilər ki, sizin təşkilatın, şirkətin və yaxud assosiasiya çərçivəsində yeni layihələr, yeni formatda yenilik gətirməsini gözlənilir? Baxın, bugün ümumiyyətlə dünya praktikasında kiber hücumlar daha çoxdur. Xüsusilə sizin sahənizdə də daha çoxdur ki, bu bank kartlarından düzdür, sizin bankda mən bu problemi eşitməmişəm, şükür Allaha, amma bu praktiki olaraq bu real bir təhlükədir. Bank kartlarından pulların silinməsi olsun, veb saytlara hücumlar, sosial şəbəkələrə hücumlar nəticəsində onların bloklanması, daha sonra parolun bərpası üçün kifayət qədər böyük pullar tələb olması, kiber cinayətkarlar tərəfindən bu hallar baş verir və s. Və bugün şükür ki, bizdə kiber risklərdən sığorta var. Və artıq sığorta şirkətləri, bax, dediyiniz kimi 2025-ci il və ya daha sonraki illərdə biz qlobal olaraq nələri görürük? Hansı riskləri həyatımızda görürük? Da ki, bugün hesab edirik ki, təbii fəlakətlər ola bilər, vulkan püskürməsi ola bilər və yaxud da ki, bizim gözəl bölgələrimiz var ki, bugün Laçın şəhərində hava limanının açılması olsun, digər Qarabağ bölgələrimizdə kifayət qədər inkişaf edən, sürətli inkişaf edən şəhərlərimiz var ki, biz bəlkə də gedib bir ay orada qalacağıq. 1 ay sonra, bəlkə 5 ay sonra gedib orada istirahət edəcəyik. Bəlkə bir bağ ev alacağıq, 3 ay qalacağıq orada. Və bunun üçün biz əmlakımızı düşünməliyik. Biz 3 ay əmlakımızı sahibsiz qoyub gedirik. Və bunun üçün hansı risklər ola bilər? Su basma halları real risklərdən biridir. Yanğın hadisələri real risklərdən biridir. Bax, bu iki riski düşünüb biz bəlkə məsuliyyət sığortası düşünə bilərik ki, yaxşı, mənim evimdə yanğın baş verdi. Okey, mənim evim sığortalıdır. Ödəniş aldım. Bəs yanğın mənim evimdən qonşuya keçdi, onun sağlamlığına ziyan vurdu, onun həyətdə avtomobilin üzərinə bir predmet düşdü, əzildi. Bax, bu məsuliyyətimi mən necə sığortalayım? Bunun üçün bəlkə daha minimal bir məbləğ ödəməklə, bəlkə əmlak üzərindən bir məsuliyyət sığortasan, bax, bunu düşünməyimiz vacibdir. Təşəkkür edirəm. İzləyicimdən sual var. Deməli, sığorta almışam, neçə gün ərzində sığortanı qaytara bilərəm? Vətəndaşlar sığorta müqaviləsini aldığı halda 1 il ərzində qüvvədə olur və istənilən vaxt xitam verə bilərlər. Və yerdə qalan pullar təbii ki, hesablanır, qaytarılır və orada müəyyən inzibati xərclər tutulur. Tutaq ki, məsələn, 1 illik bir müqavilə almışam, 1 ay sonra qaytarıram, 11 ayım yerdə qalıb istifadə olunmayıb. 11 ayın pulu qaytarılır, sadəcə orada inzibati xərclər tutulur əlavə olaraq.
Təşəkkür edirəm. Mega sığorta var, mega həyat var. Fərqlər nədədir? Mega sığorta burada həm həyat, həm qeyri-həyat sığorta növlərindən bəhs olunur. Mega həyat isə sırf həyat sığorta növlərindən danışılır, nəzərdə tutulur. Yəni mega həyat sığortası dedikdə burada yalnız həyat sığorta növlərindən söhbət gedə bilər. Burada olsun həyatın yaşam sığortası, istehsalatı bədbəxt hadisələr, peşə xəstələri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, daha sonra kredit həyat sığortası, sağalmaz xəstəliklərdən sığorta və sair həyat sığorta növləri var. Fərq əsas bundan ibarətdir. Sadəcə mega sığorta şirkəti 35-ə yaxın sığorta məhsulu üzrə fəaliyyət göstərir və burada həyat və qeyri-həyat sığorta növləri var. Amma dediyim kimi mega həyat sığorta şirkəti isə burada artıq 5 həyat sığorta növü var ki, yalnız bilavasitə həyatla bağlıdır. Yəni bu məhsulları əldə edən şəxs ölüm halından sığorta əldə edir, əlillik nəticəsində dəymiş zərərlər və s. Yəni bütün bunlar bilavasitə insan sağlamlığı ilə bağlı olan bir məsələlərdir və həyat sığorta növləri də deyim ki, kifayət qədər olduqca vacibdir və xüsusilə həyatın yaşam sığortası var ki, bilirsiniz ki, çox önəmli bir sığorta məhsuludur və bütün sığorta növlərindən seçilən bir məhsuldur həyatın yaşam sığortası. İcazənizlə bir qısa bir aydınlıq gətirərdim. Buyurun. Həyatın yaşam sığortası adətən bir çox sığorta növləri hər hansı bir risklər, hadisələr nəticəsində dəymiş zərərləri qarşılayır. Amma həyatın yaşam sığortası bilavasitə həm baş verə biləcək hadisə nəticəsində şəxsin dünyasının dəyişməsi halına görə təminat verir. Eyni zamanda 3 ilin sonunda, müqavilənin sonunda vətəndaş gəlir əldə edir. Tutaq ki, məsələn, mən hər ay əmək haqqımdan 100 manat simvolik olaraq tutaq ki, sığorta şirkətinə həyatın yaşam sığortası üzrə ödəniş edirəm və 3 ilin sonunda 3600 manat ödəmiş oluram. Amma yekunda sığorta şirkəti mənə 4500 manat ödəniş verir. Baxın, mən hər bir halda gəlir əldə edirəm. Və eyni zamanda bu 3 il ərzində şəxs dünyasını dəyişərsə, 3 ilin sonunda alacağı olduğu 4500 manat öldüyü halda onun ailə üzvlərinə və yaxud vərəsələrinə verilir. Bax, bu sığorta növü çox vacib və gəlir əldə etmək üçün böyük bir imkandır, mən deyərdim. Burada 2 dənə sual formalaşır. Bəli. Birinci, həyat sığortasını əldə etməsi üçün bizim izləyicilər korporativ şəkildə müraciət etməlidir və yaxud fərdi şəklində? Məsələ necədir? Məsələn, sığorta şirkəti ilə həmin o müəssisə, hər hansı bir müəssisə müqavilə bağlayır. Daha sonra şəxslər özləri onlara veb saytlar üzərindən müraciət edirlər sığorta şirkətinə. İstənilən sayda, ola bilər bir nəfər olsun, ola bilər bütün işçilər olsun. Müraciət edirlər və onların öz şəxsi kabinetləri olur. Və hər ay yatırdıqları pulları onlar görə bilirlər, ödənişləri həyata keçirə bilirlər, aylıq ödədiyi məbləği artırıb azalda bilirlər, valyutanı dəyişə bilirlər, dondura bilirlər fəaliyyətlərini, xitam verə bilərlər. Baxın, bütün bu prosesləri onlayn şəkildə öz şəxsi kabinetlərinə istifadə edirlər və yalnız bir dəfə sığorta şirkəti ilə həmin müəssisə, hər hansı bir müəssisə bir dəfə müqavilə bağlayır, daha sonra onların işçiləri sərbəst şəkildə bu xidmətdən yararlana bilir. Çox sağ ol. İkinci sual, həyat tibbi sığortasından danışsaq. Mən buna həyat tibbi deyirəm, ona görə ki, bizim həmi tibbimizə tərəf baxa bilər ehtimalla, ona görə ki, biz biaq vurladıq, deyir, xeyir deməsin, şər deməsin, xeyir gəlməz məsələsi. Ölüm itim dünyasında dünyanı dəyişərkən heç olmasa ailə üzvləri bir şey alsın, ya nəyləsə yararlansın. Son zamanlarda kifayət qədər çox internet şəbəkələri, sosial şəbəkələrdə vurğulanıb bir məsələ. Kredit almışam, həyatımı itirmişəm, o dünyamı dəyişmişəm, kredit borcunu evdəkilər, ailə üzvləri ödəməlidirlər. Burada birinci sığortalamamışam və yaxud sığortalamışam, biri sual idi. İkinci sual, mənim həyat sığortam varsa, bunu mən belə deyim də, əldə gəlir edilməsi ilə bunu bağlaya biləcəyimi, yoxsa bağlaya bilməyəcəyim? Bu da çox mühüm bir mövzudur, toxunursunuz. Mən burada məsələ necədir? Şəxs hər hansı bir kredit götürür, tutaq ki, istehlak krediti götürür və tutaq ki, 3 illik bir istehlak krediti götürür 3000 manat. Və bunun qarşılığında təbii ki, yaş kriteriyalarına görə tariflər fərqlidir. Təxminən bir 10 manat şəxs 3 illik 10 manat ödəməklə 3000 manatlıq sığortalayır öz həyatını. Yəni şəxs dünyasını dəyişərsə, yerdə qalan öldüyü anda yerdə qalan borcu, banka olan borcu nə qədərdirsə, bütün məbləğ sığorta şirkəti tərəfindən bağlanır 100% həcmində. Əgər şəxs əlillik dərəcəsi alıbsa, bu daha əvvəllər 1-ci, 2-ci, 3-cü qrup əlilliyi var idi. İndi artıq orada birisində faiz nisbəti var. 30-60% əlillik
dərəcəsini, əmək qabiliyyətini itirirsə, bu bir qrup idi. İkinci qrup 61%-dən tutaq ki 80%-ə qədər əmək qabiliyyətini itirirlərsə, bu ikinci qrup sayılır və s. Və bu əmək qabiliyyətinin itirilmə faizinə görə də kredit hissəsi də bağlanır. Tutaq ki 70% əmək qabiliyyətini bir şəxs itiribsə, kredit müddəti ərzində, deməli, sığorta şirkəti də onun kreditini 70% nisbətində qarşılayacaq. Yenə də o yerdə qalan 30%-ni şəxs özü qarşılayır. Yalnız ölüm halında 100% kredit borcu bağlanır. Bu da önəmli, mühüm bir məsələdir. Çünki siz də bu sahədə kifayət qədər peşəkar bir insansınız, bank sektorunda və uzun illər təcrübəlisiniz və bilirsiniz ki, hər hansı bir sığorta olmadığı halda ya onun vərəsələri bu öhdəliyi daşıyır, ya zaminlər bunun öhdəliyini daşıyır və yaxud da ki, ailə üzvləri ola bilər, girov ola bilər və s. Amma sığorta olduğu halda hər hansı bir zamin narahat edilmir, vərəsələri narahat edilmir. Sığorta şirkəti bu məsələləri qarşılayır. Hansı tövsiyələr verə bilərsiniz? Verilişimiz sona çatır yavaş-yavaş. Ona görə deyirəm, bəlkə sizin bir tövsiyəniz var bizə, izləyicilərimizə, bizim vasitəmiz izləyicilərin birinci növbədə. İkinci tövsiyəniz var bazar iştirakçılarına. Bir də üçüncü Express.pay-ə nə söz deyə bilərsiniz? Mən ilk növbədə elə istəyirəm ki, sizə təşəkkür edirəm. Çünki doğrudan da yəni Express.pay olaraq və siz peşəkar bir insan olaraq və bu hər ikisi bir maliyyə sahəsidir. Sizin Express.pay sistemi olaraq və sığorta olaraq hər ikisi bir maliyyə sahəsidir. Və bugün bu müştərək bir addımın atılması və xüsusilə bizim sizin sistemdən zövq almağımız o deməkdir ki, artıq biz sığorta olaraq sizə güvənirik və sizin xidmətlərdən istifadə edirik. Terminallarınız bizim üçün əlçatandır, xidmətləriniz operativdir, pul mübadiləsi, təyinat üzrə ödənişin həyata keçirilməsi və bütün bu proseslər bizim üçün çox rahatdır. Və sığorta şirkəti olaraq və bazar iştirakçısı olaraq bir məsələ toxunum ki, bu maarifləndirmə məsələləri düzdür. Bugün qeyd etdiyim kimi 3 qurum tərəfindən həyata keçirilir. Biz də burada qatılırıq və sizin bu təşkil etdiyiniz bu mövzu və bu addım mən istəyirəm ki, kütləvi həyata keçirilsin. Yəni bütün maliyyə sahələri, xəbər portalları, media bu məsələləri daha çox işıqlandırsaq, artıq şüuraltı bir fikir formalaşacaq ki, doğrudan da sığorta vacibdir. Doğrudan da bunlar bizim mahiyyəti önəmlidir. Yəni biz düşünməyək ki, bu icbaridir deyə edək. Biz bunun mahiyyətini anlayıb etməyimiz daha önəmli olsun. O ki, qaldı mənim tövsiyələrimə. Mən məsələn tövsiyə edərəm ki, doğrudan da bugün biz buna artıq hər kimi baxa bilərik, laqeyd yanaşa bilərik. Düşünə bilərik ki, hər hansı bir həyətdən gülü dərirəm, əlimə bir tikan batır, hiss edirəm ki, bu tikanlı bir güldür, gələn dəfə daha ehtiyatla davranıram və yaxud da ki, onu heç dərmirəm. Ona görə bugün hər hansı bir hadisə baş verir, deyirəm ki, kaş mənim sığortam olaydı. Kaş mən, o qədər peşəkar sürücülər var ki, siz də bilirsiniz ki, illərdir heç bir hadisə törədmir, amma bəzən onun avtomobilini vururlar. Bəzən güclü külək nəticəsində bir reklam paneli qırılıb onun avtomobilinin üzərinə düşür. Bir ağac qırılıb onun avtomobilə zərər vurur. Bu təbii hadisələr, yol nəqliyyat hadisələri qaçılmazdır. Və hər bir halda biz axı niyə cibimizdən bu pulu ödəyək? Bəlkə mən düşünürüm ki, istirahətə gedəcəm, bir hadisə baş verir, cibimdən ödəniş edirəm, istirahətə gedə bilmirəm və s. və s. Onun görə mən elə sizin efir vasitəsilə qeyd edim ki, bunun mahiyyətini anlayaraq sığorta məhsullarını əldə etməyimiz daha məqsəd uyğundur. Təşəkkür edirəm. Gözəl sözlərlə tövsiyə verdiyinizə görə. Düşünürəm ki, bizim zamanımız səmərəli keçib və istifadəçilərə, izləyicilərə, müştərilərimizə kifayət qədər maraqlı suallarına cavablarını tapıblar. Ona görə də suallarımız o qədər böyük deyil, əsas məqamların hamısını vurğuladıq. Təşkilatınıza təşəkkür edirəm ki, faydalı hərəkətlər, faydalı məhsullar düşünüb bizə, belə deyim də, əlçatan qüvvəmiz kimi verirsiniz və biz ondan yararlanırıq. İzləyicilərimizə tövsiyəm var ki, sığortalanın, sığorta məhsullar haqqında məlumatı alın, Express.pay ilə qalın, həmişə maariflənin. Təşəkkür hamınıza. Təşəkkürlər. Mən də sizə təşəkkür edirəm. Minnətdaram.